Uşağım inkişaf eləmir, yaşı irəliləyir, özü olduğu kimi qalıb. Elə bir yediyi, içdiyi canına yatmır. Bap balacadır, cılız qalıb. O uşaq inkişaf eləməyəcək. Çünki sən o uşağa inkişaf etməsi üçün heç nə vermirsən. Cipsi ilə, kola ilə uşaq böyümür. Uşaqlara inkişaf etməsi, olgunlaşması üçün az yaşından bəzi mikroelementlər var. Onları verməlisən ki, o uşaq böyüsün, olgunlaşsın. Hansı mikroelementlər? Ekrandakı ürəyi qızart və videonu kaydı ilə izah eləyəcəm. Söhbət osteokal sirobdan gedir. Çünki bu sirobun tərkibində kalsium, magnezium, sink, vitamin D var. Bu da istifadə edildiyi zaman uşaqların böyüməsini dəstəkləyir, sümüklərin gücləndirir, immun sistemini möhkəmləndirir, mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdıraraq uşaqlara olgunlaşması və böyüməsi üçün lazım olan hər şeyi verir. Ölkənin bütün apteklərində əl çatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Dərman vasitəsi deyil, rahatlıqla istifadə edə bilərsiniz. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan, əczaçınız bağlanana daim sağlam qalasınız.